Rusiyanın təbliğatı, baş verən hadisələri ictimai rəyə təqdim ediləməsi çox qəribə və gülməlidir. Şimali Koreyadan 10.000 əskər gətiriblər. Və bu 10.000 əskərin güya Kursk bölgəsində mina təmizlənməsi ilə məşğul olacağını qeyd edirlər. Mən heç görməmişəm, rast gəlməmişəm. Biz də müharibədən çıxmış ölkəliyik. Bizə tutalım, hətta muzdulu gələn mina təmizləyənlərin sayı 100-120 nəfər olurdu. 10.000 nəfər mina təmizləyən ümumiyyətlə müharibələr tarixində görünmüydü. Ümumiyyətlə onların buraya yalnız mina təmizləmək üçün gəldiyini söyləmək həddindən artıq çətin məsələdir. Amma Ukrayna mətbuatı isə xəbər verir ki, bu 10.000 nəfər tədricən Lugansk və Donetsk vilayətlərinə yerləşdirilir. Döyüş bölgələrinə yerləşdirilir. Onlar da muzduludular. Onlara da əmək haqqı verəcəklər. Amma məsələ burasındadır ki, Şimali Koreyadan, bu biabırçı ölkədən, onun adamlarından bir növ belə bir vasitə kimi istifadə etmələri və cəbhənin ən qaynar nöqtələrinə atmaları, onları birbaşa ölümün cənginə atmaq kimi bir şeydir. İndi də Rusiya İskəndər raketlərindən istifadə etməkdə də davam edir. Bəli. Mən belə hesab edirəm ki, Rusiyanın raket potensialı xeyli tükənibdir. Və İskəndər qurğularından istifadə edilməsi də onu göstərir ki, Rusiyada qanadlı raketlər, orta mənzilli nüvə raketlər və s. Bugün bunlar demək olar ki, minimuma enibdir və onları enzə kimi, ehtiyat kimi, vasitəsi kimi saxlamağa daha çox çalışırlar və İskəndərləri ön plana veriblər. İskəndər də belə qorxulu silahdır. Onlar Qarabağda Şuşaya da atəş açmışdılar. Bərdiyə də açılan atəş İskəndərlərlə açılmışdı. Gəncəyə 2 dəfə edilən hücum İskəndərlərlə edilmişdi. Yəni bu silah növünün çox bədnam bir keçmişi var və onu nifrətlə pisləmək lazımdır. Bugün həmin silah növündən istifadə edərək Kiyevi bombardıman ediblər. Bunu Kiyevin bir gün əvvəl Rusiyanın mərkəzi rayonlarına etdiyi dron hücumlarına və raket hücumlarına, indi Kiyev artıq raket də istehsal etməyə başlayıbdır. Bu raketlər Rusiyanın mərkəzinə qədər çata bilir. Yəni, Ukraynanın hərbi sənaye kompleksi getdikcə inkişaf edir. Getdikcə yeni silah növlərini mənimsəyir və hərbiçilərin ixtiyarına verir. İndi ona cavab olaraq bu İskəndərlərlə Kiyevi atəşə tutdular. Kiyevi atəşə tutanda da məncə Kiyev paytaxtdır. Paytaxtda bir sıra xarici ölkələrin diplomatik missiyaları yerləşir. Bu diplomatik missiyalara zərbə indirilməsi bu sözün həqqi mənasında hüquqi məsuliyyət doğurur. Bundan Azərbaycan şikayət də verə bilər. Sən Azərbaycan səfirliyinin lap yaxınlığına atəş edərkən Azərbaycan səfirliyi ciddi surətdə zədələnir. Avtomobillər zədələnir. Ondan sonrasına səfirliyin özündə, xüsusilə konsulluq xidmətində ciddi həyəcan yaranır. Və artıq səfirliyin ciddi təmirə ehtiyacı var. Bəs bunu kim ödəməlidir? Mənim zənnimcə Azərbaycan beynəlxalq məhkəməyə müraciət etməli və Azərbaycan səfirliyinə dəymiş ziyanın ödənilməsi üçün iddia qaldırmalıdır. Başqa cür bu mümkün olmayacaq. Onda elə Rusiya yenə həmişəki kimi ağınma, kör deyib, gəlib gedəni vur deyib misalı ilə hərəkət edəcək və ziyan verməyə davam edəcək. Amma Rusiya getdikcə, necə deyərlər, o çamurun içərisinə daha dərin batmaqda davam edir. Rusiyanın bax bu Trumpla sövdələşmələri, Putinin, Alyaskada sövdələşdilər və dedilər ki, bunlar
müharibəni dayandırmağa çalışacaqlar. Bəlli bir sülh sazişinə imza atmağa cəhd edəcəklər və Putin bundan uzaq durmur və buna doğru getməyə hazırdır. Mən Trump'ı belə deyək, beynəlxalq məsələlərdə kifayət qədər səriştəli bir adam hesab etmirəm. Və xüsusilə də dünən dediyini bugün təksib edən, dünən dediyi bugün yadından çıxan bir adamın belə bir cahan-şümul məsələlərdə diqqətli olacağını da təxmin edə bilmirəm. Orada razılaşdılar və müharibənin dayandırılması, atəşkəs elan edilməsi üçün güya Trump Putinin boynuna bir mükəlləfiyyət, bir vəzifə qoydu. Gəldi, geriyə qayıtdılar, hər şey əvvəlki axarı ilə davam etdi. Elə gələn günü də, gələn günün sabahı da Ukraynaya raketlərlə atəş açılması prosesi, dronlardan istifadə edərək Ukraynanın müxtəlif şəhərlərinin, xüsusilə də Kiyevin vurulması prosesi xüsusi bir vüsətlə davam etdi. Mən bir şey demək istəyirəm ki, son zamanlar Rusiya Ukraynanın təcrübəsinə istinad edərək dron sənayesinin inkişaf etdirilməsinə böyük diqqət verir və dronlarla Ukraynanın infrastrukturunu, istilik sistemini, elektrik stansiyalarını və hətta atom elektrik stansiyalarına hücuma keçməyi öz qarşısına məqsəd kimi qoyubdur. Son zamanlar Rusiyanın hücumlarında dron hücumları üstünlük təşkil edir. Amma o heç zaman Ukraynanın dron istehsalı qədər dron istehsal etməyəcək. Ukraynadakı dronların modifikasiyası 1000-ə yaxındır. Bəli, təəccüblənməyin. 1000-ə yaxın dron növü var. Və bu dronlar bir gündə elə 1000 dənə də dron istehsal edir. Rusiyanın bu qədər dron istehsal etməyə iqtidarı yoxdur, gücü çatmaz. Və ona görə də, üstəlik də Avropa özünün müdafiə sistemini yenidən qurur. Bu müdafiə sistemini yenidən qurarkən 3 pilləli müdafiə sistemi qururlar onlar. Özü də Ukraynada qururlar. Bəli. Birinci pillədə əsasən dronların və nisbətən yüngül silahların, tankların, ondan sonrasına minamyotların, ondan sonrasına özü yeriyən artilleriya qurğularının yerləşdirilməsi nəzərdə tutulur. Onu da deyim ki, özü yeriyən qurğular, artilleriya qurğuları bu saat Avropa ölkələrində ən təkmilidir. Və əgər Rusiyadakı artilleriya qurğuları böyük əksəriyyəti köhnə Sovet tanklarından çıxarılıb, başqa yerə dəyişdirilmiş artilleriya qurğularından ibarətdirsə və o bir yerdən başqa yerə hərəkət edə bilmir, üstəlik də onların atəş gücü o qədər də böyük deyil. Cəmcümlətəni 17-32 kilometr məsafəyə qədər atəş aça bilirlər. Bir neçə atəşdən sonra isə onların lülələri, bu artilleriya lülələri partlayır. Çünki bəlli bir resursa malikdir. O resursdan sonra həmin lülələr yeni atəş qabiliyyətinə malik olmur. Amma Ukraynanın sərəncamında olan öz yeriyən qurğular, müasir qurğulardır, tez-tez yerini dəyişir. Onları vurmaq və zərərsizləşdirmək o qədər də asan məsələ deyil. Demək olar ki, mümkünsüzdür. Və üstəlik onların atəş məsafəsi 47-51 kilometr arasındadır. Zərbələrin dəqiqliyi isə 10 santimetrdir. Rusiyanın artilleriyaları, zərbələri 10 metr dəqiqliklə atəş açırsa, Ukraynanın sərəncamında olan artilleriya qurğularının açdığı atəş 10 santimetr dəqiqliklə hədəfə dəyir. Yəni, bu o deməkdir ki, hədəfi atırsa, hədəfi mütləq darmadağın edir. Bu, Avropanın birinci hücum deyək, müdafiə deyək, bilmirəm, mən hücum adlandırıram.
özü hücum may ayında başlayacaq. Bu birinci pillədir. İkinci pillədə əsasən muzlu qoşunları yerləşdirəcəklər, könüllüləri yerləşdirəcəklər. Ondan sonrasına onlar yüngül atıcı silahlarla silahlanacaq, amma onların hamısının rotalara bölünməklə hər rotaya bir neçə tank, özdə Leopard, pələng tanklarını, Almaniya istehsalı tanklarını ayıracaqlar. Həmçinin Amerikanın Abrams tipli tankları, İngiltərənin Challenger tipli tankları da bu ikinci pillədə yerləşdiriləcək. Üçüncü pillə, üçüncü döyüş pilləsi xüsusi təyinatlı qoşunlardan ibarət olacaq. Bu xüsusi təyinatlı qoşunlar əlbəyaxa döyüşlər üçün, ondan sonrasına düşmən arxasında ciddi diversiyaları hazırlayıb həyata keçirmək üçün, bura həmçinin partizan qüvvələri də daxil olacaq. Düzdür, partizan qüvvələri Rusiyanın ərazisində müxtəlif əməliyyatları hazırlayıb həyata keçirir, amma cəbhənin üçüncü pilləsində bunlar xüsusi təyinatlılarla, ondan sonra dağ komanda döyüşçüləri ilə bir sırada dayanacaqlar. Beləliklə, Avropa özünü müdafiə sisteminə hazırlayır və gizlətmir ki, o Rusiya ilə müharibəyə hazırlaşır. Və bunu Avropanın liderləri heç çəkinib eləmədən bəyan edirlər. Ona görə də son zamanlar Rusiya mətbuatında, Rusiyanın kütləvi informasiya vasitələrində, Rusiyanın hətta məsul şəxslərindən belə fikirlər eşidilməkdədir ki, Rusiya lazım gələrsə və ola bilsin ki, bu ehtimal daha böyük ola biləcək, Avropanın müxtəlif ölkələrinə nüvə zərbələri endirə bilər. Bayağı o Amerikanın nəzərdə tutub ballistik raketlərin, uzaq mənzilli ballistik raketlərin hazırlanmasının, döyüş vəziyyətinə gətirilməsini əmr etmişdilər. İndi orta mənzilli nüvə raketlərini, ondan sonra qanatlı raketləri və bilmirəm var, yox, bunlar hansı sayda mövcuddur və onların belə deyək, texniki sazlığı nə dərəcədə döyüş əməliyyatlarının aparılmasına imkan verir, bunu mən deyə bilmərəm və hətta kifayət qədər şübhəliyəm. Çünki onların həm uzaq mənzilli nüvə raketlərinin, həm orta mənzilli nüvə raketlərinin yanacağı Sovet dövründə, yəni 30 il, 32 il bundan əvvəl yanacağı doldurulmuş yanacaqlardır. Amma təlimata görə hər 10 ildən bir bu raketlərin yanacağı dəyişdirilməlidir. Çünki 10 il ərzində həm yanacağın keyfiyyəti aşağı düşür, həm də yanacaqda alışmanı təmin edən naqillər, elektrik naqilləri çürüyür və sıradan çıxır. Bax, bu nöqteyi nəzərdən Rusiyanın döşünə döyərək mən sizləri nüvə selinə qərq edərəm kimi çağırışları məncə o qədər də qorxulu deyil. Mən bunu mütəxəssis olmasam da bu barədə kifayət qədər ədəbiyyat oxumuşam. Hərbi xidmətdə olarkən bununla bağlı kifayət qədər informasiya əldə etmişəm və bunları bugün səsləndirərkən qətiyyən xəcalət çəkmirəm, vicdan azabı çəkmirəm. Çünki bu məlumatların doğru olduğuna əminəm. Ona görə də Rusiya meydanı qızışdırmasın. Rusiya may ayında olacaq Avropa dövlətlərinin Rusiyaya qarşı hücum əməliyyatlarına hazırlaşsın. Əgər ona potensialı varsa, məncə yoxdur. Hindistan artıq Rusiya neftini almaqdan imtina etdi. Ondan sonrasına Çinin bir neçə neft ayırma zavodu indiyədən qədər əgər Rusiya neftini emal edirdisə, indi artıq Rusiyadan neft almağı, xam neft almağı dayandırdı. Yəni, vəziyyət Rusiya üçün çox dramatikdir.
gündə bir müşavirə keçirib kimlərinsə beynini boş hədyanlarla doldurmaq olar. Bu çətin deyil lider üçün. Amma əsas məsələ praktikada vəziyyət nə cürdür? Sən əgər Şimali Koreyadan 10.000 əskər gətirirsənsə və bunları da güya mina təmizliyi, əskər Azov dənizində nə Koreyalı əskər nə mina təmizləyəcək? Onların belə təcrübəsi mənimcə yoxdur. Üstəlik də 10.000 əskərin nə ehtiyac var idi? Mən dedim, təkrar eləmək istəmirəm. Bütün bunlar hamısı gözü boyamaqdır, ondan sonra dünya ictimai rəyini çaşdırmaqdır və bunun da belə yalanların, hədyanların sonu yoxdur.